Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Salatu ve selamu ala abdihi ve rasulihi Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. En birinci Allah Azze ve Celle'nin salamıyla salamlayıram. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Ve sonra Allah Teala'ya hamd edirik ki Allah Subhanahu Teala bizi bu güzel aya çatdırıb. Və Allah Subhanahu Taala'ya həmd edirik ki, Allah Subhanahu Taala bizi bu aydan məhrum etməyib. Və Allah Subhanahu Taala'ya nə qədər həmd etsək və nə qədər şükür etsək azdır. Və onun nemətlərini saymağa qalxsaq, sayıb qurtara bilmərik. Və in ta'uddu ni'metallahi la tuhsuha. Siz Allahın nemətlərini saymağa qalxsanız, onu sayıb qurtara bilmərsiniz. Nəinki insan yəni nemətləri saymaq, hətta ömrünü sərf eləsə, öz ətrafındakı, özünə məxsus olan nemətləri sayıb qutara bilərmi? Yoxsa qutara bilməzlə Allah bilir. O ki, qaldı Allahın verdiyi bütün nemətləri saymaq. Və Allahın ən uca nemətlərindən və ən əzəmətli nemətlərindən biri İslam nemətidir ki, Allah Subhanahu Taala insanları o nemətlə, yəni insanların çoxunu o nemətlə nemətləndirib. Və çox insanlar həqiqətdə İslam nemətinin fəzilətindən xəbərsizdir. Amma İslam nemətinin ən böyük və ən əzəmətli nemət olmasına ən əzəmətli dəlil insan İslam səbəbi ilə əbədi odda qalmayacaq. İnsan əbədi oddan İslam nemətinə görə çıxacaq. Yəni, heç bir şey, heç bir söz, heç bir əməl, heç bir şey insanı İslam olmadan oradan çıxarda bilməz. Heç bir şey. Hətta insan yer üzərində olan bütün şeyləri Allaha fəda versə belə, İslamsız insana cənnət yoxdur. Ona görə İslam əzəmətli neymətdir. Və ona görə Allah Azze və Cəllə Quran-ı Kərimdə Əli İmran surəsində buyurur: "Ya eyyuhellezina amanu ittaqullaha haqqa tuqatih və la tamutunna illa və entum muslimun." Ey iman gətirənlər, Allahdan haqqı ilə qorxun və müsəlman olmadan ölməyin. Yəni insan bacarmalıdır ki, çalışmalıdır ki, İslam üzərində olsun. İslam üzərində yaşasın. İslam üzərində qalsın. Ona görə İslam çox insanların dəyərləndirmədiyi, çoxlarının heç meyl göstərmədiyi və bəzilərinin də əlində olub qədrini bilmədiyi ən əzəmətli neymətdir. Elə insanlar var ki, deyir müsəlmanam, sadəcə olaraq İslama hələ belə baxır, yüngül bir şey kimi baxır. Lakin dərkən əmr ki, bir gün malın və övladın fayda verməyəcəyi gün ona İslam fayda verəcək. Və insan daima həzər içində olmalıdır, qorxu içərisində olmalıdır ki, dinin itirər, İslamı əldən çıxar. Müəyyən səbəblərlə, ola bilər küfrlə, ola bilər asiliklə, ola bilər qəflətdə qalmaqla. Və insan özü də hiss eləmədən İslamdan çıxa bilər. Ona görə bizim əlimizdə olan əzəmətli və dəyərli, çox da dəyərləndirmədiyimiz bir neymət İslam neymətidir. Allah Azze və Cəllə buyurur ki, "Ya eyyuhellezina amanu la terfa'u aswatakum fawqa sawtin nabi və la tejharu lahu bil qawli kajahri ba'dukum li ba'd an tahbata a'malukum və antum la tash'urun." Ey iman gətirənlər, səsinizi Allah Rasulunun yanında möhkəm qaldırmayın və biri-birinizlə danışdığınız kimi onunla danışmayın. Birdən əməlləriniz puç olar, sizin xəbəriniz olmaz. Yəni, insanın özünün xəbəri olmadan insan İslamdan çıxamır. Bir sözlə, bir əməllə, bir etiqadla. Ona görə daima insan, bu əzəmətli bir dəlildir ki, insan daimən dediyinə, əməl etdiyinə və etiqad etdiyinə fikir verməlidir. Ki, o əməl ola bilər onu
dinindən çıxartsın və dini zəiflətsin. Ona görə insan daima çalışmalıdır ki, bu neymətin, İslam neymətinin əzəmətli bir neymət olmasını dərk eləsin bir mənalı olaraq. Və Allah Azze və Cəlləyə dua eləsin ki, Allah Subhanahu onu bizim üzərində sabit eləsin. Və elə zənn eləməyin ki, İslam dini üzərində qalmaq, sünnə üzərində olmaq və bunun üzərində yaşayıb ölmək asan bir şeydir. Çox insanlar olub və çoxumuz da şahid olmuşuq. Çox insanlar olub bizlə namaza başlayırlar. Amma indi bizlə deyildir. Bəziləri ateist, bəziləri deist, bəziləri isə müxtəlif sünnəyə müxalif olan fikirlərə və əməllərə düşünürlər. Deməli, İslam və sünnə neymətini qorumaq çətindir ki, insan sona qədər bu neymət üzərində getsin. Ona görə İbn-i Teymiyyə rahiməhullah Şeyxülislam buyurur ki, ən böyük kəramət, yəni bəzi insanlar soruşur ki, kəramət, ən əzəmətli kəramət nədir? Yəni insan nə eləyə bilər ki, ən əzəmətli kəramətli insan olsun? Bəziləri deyir ki, dənizin üzündə uçsa, dənizin üstündə gəzsə və yaxud da əlim belə-belə tərpədib, qanadlansa və s. və ilə axır şeylər, onun əli ilə insanlar şəfa tapsa və s. və ilə axır şeylər deyirlər ki, bu kəramətin ən uca nöqtəsidir. Və lakin Şeyxülislam İbn Teymiyyə rahimehullah deyir ki, ən əzəmətli kəramət insanın İslam və sünnə üzərində yaşayıb ölməsidir. Əgər bir insan İslam və sünnət üzərində, Peyğəmbərin və sahabələrin və sələfin yolu üzərində yaşayıb ölübsə, o insan sadiq insan. O insan xalis insan olur. Çünki biz görürük bunu, qardaşlar. Biz bunu görürük ki, insanlar müəyyən mərhələlərdən sonra bizim yanımızdan ayrılırlar, azırlar. Bəziləri ümumən külliyyən İslam dairəsindən, bəziləri isə müxtəlif fikirlərlə. Ona görə İslam və sünnə neyməti əzəmətli bir neymətdir. Və insan həris olmalıdır, çalışmalıdır ki, onu qorumağa. Ən birinci, onu qorumaq dualarla. Ki, Allah Azze və Cəllə səni o İslam və sünnə üzərində sabit eləsin. İkinci, səndən sonra olanların yoluna baxmaq. Ki, onlar necə bu yolda sabit qalıblar? Hansı səbəblərdən yapışıblar və hansı səbəblərdən uzaqlaşıblar? Ki, o səbəblər insanların azmağa səbəb olur. Və həmçinin insanların doğru yolda İslam və sünnə üzərində sabit qalmasının ən böyük səbəblərindən insanın özündən böyüklərə və elm sahiblərinə hörmət eləməsidir. Həqiqətən də biz Allah Resulü sallallahu aleyhi və səlləmin dönəminə baxsaq, Allah Resulü sallallahu aleyhi və səlləm olan dönəmdə kim ki Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında deyildi, onlar sahabələrdən deyildilər. Hətta Allah Resulünün vaxtında yaşlılar belə. Əbu Cəhil, Əbu Talib və başqa kafirlər, onlar Allah Resulü sallallahu aleyhi və səlləmin vaxtında yaşamışdılar. Və Allah Resulündən nəsəb baxımından Bilaldan və Salman Farisindən daha yaxın edilər. Lakin onlara sahabi olmaq, sahabi adı ilə şərəflənmək nəsib olmadı. Çünki onlar İslam neyməti ilə şərəflənmədi. Və Bilal radiyallahu anhu Həbəşistanlı olsa da La ilahə illallah kəlməsi ilə Muhammed sallallahu aleyhi və səlləmə yaxın oldu. Salman Farisi rahiblərdən ilim ala-ala, keşişlərdən ilim ala-ala gəlib Allah Resulü sallallahu aleyhi və səlləmi tapdı. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin yolun getdi və Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu ki, Salman əhl-i beytdəndir. Salman əhl-i beytdəndir. Halbuki Salman Farisi ərəb deyil. Heç nəsəb yaxınlığı da yoxdur. Lakin nə idi birləşdirən? İslam. Və biz baxırıq ki, o vaxt ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında deyildilər, onlar doğru yol üzərində deyildilər. Və onların içində müsəlmanların yanında olub, müsəlmanlardan olmayan münafiqlər də var idi. Onların başında Abdurrahman İbn Ubey İbn Səlul dayanırdı. Və o münafiq ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ona cənazə qıldı. Peyğəmbər sallallahu aleyhi və səlləm ona cənazə qıldı. Ömər radiyallahu anhu cənazə hazır olan zaman
Allah Rasulunu itəliyirdi. Deyirdi, Allah Rasuluna cənazə qılma. O münafiqdir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, ey Ömər, burax mənlə Rəbbim arasına. Ömər radiyallahu anh çəkilir dala. Və Allah Rasulü sallallahu aleyhi ve sellem yenə təqaddüm edir. Addım atır, cənazəni qılsın. Ömər radiyallahu anh yenə itəlir Peyğəmbər sallallahu aleyhi ve sellem. Deyir, Allah Rasulunun cənazə qılma. Və bu dəlildir ki, Ömər radiyallahu anh dininə qarşı çox qeyrətli kişidir. Yəni, dinini çox sevirdi. Allahın həddlərinin və hududlarının aşılmasını xoşlamırdı. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellemə etiraz edirdi və elə bilirdi ki, Peyğəmbər sallallahu aleyhi ve sellem səhif edir. Və kəllə və həşə Peyğəmbər sallallahu aleyhi ve sellem Allahın həddlərini aşmadı. Lakin Ömərə elə gəlmədi. Ömər radiyallahu anh çəkilir arxaya. Və yenə Ömər ibn Xattab radiyallahu anh görülür ki, Allah Rasulü sallallahu aleyhi ve sellem gəlir. Cənazəyə tərəf və Peyğəmbər sallallahu aleyhi ve sellem itəlir. Deyir, ey Allah Rasulü, o ki münafiqdir. Ona cənazə qılma olmaz. Deyir, ey Ömər, Allah subhanət hala mənə ayə nazil edir. Onların qəbirlərinin üstündə durursan, bağışlama diləyirsən, istəyirsən 70-100 dəfə bağışlanma dilə. Nə olar bağışlamayacaq? Allah mənə deyib ki, istəyirsən dilə. Mən istəyirəm diləyəm. Bu da Peyğəmbər sallallahu aleyhi ve sellem'in rəhmət Peyğəmbər olmağına dəlildir. Ona əziyyət verən, onu döyüşdə tək buraxan, ordunun yarısını yarı yolda geri qaytaran Abdurrahman ibn Ubey ibn Səlulun cənazəsi olur. Və sonra Ömər ibn Xattab radiyallahu anh çəkilir arxaya. Allah Resulü sallallahu aleyhi ve sellem cənazəni bitirəndən sonra bu ayə nazil olur. Onların qəbrinin üstündə dayanma və onların cənazəsində dayanma. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, ey Ömər, indi dayanmayacaq. Ömər radiyallahu anh deyir ki, mən bu ayədən sonra necə Allah Rasuluna cürətli olmuşam, Allah Rasuluna qarşı necə cürətləndiyimə təəccüblənirəm. Həmçinin qardaşlar, o kəslər ki, Peyğəmbər s.ə.v-in yanına uzaq idilər, onlar doğru yola sayılmadılar. Və sonra bir mərhələ keçdi. Allah Rasulü sallallahu aleyhi və səlləm dünyasını dəyişdi, gəldi əshab-ı kiram, hörmətli sahabələr. Və sahabələrdən kim uzaq idisə, onlar tabeyin sayılmırdılar. Ona görə xavariclər tabeyin deyildir. Tabeyin sayılmırdılar. Və onlar ki, tabeyinlərdən uzaq düşdülər, onlar ətba sayılmadılar. Baxmayaraq ki, ətba tabeyinləri görmüşdülər. Və bu cür bugünümüzə, yəni bugünkü günümüzə qədər silsiləli şəkildə gəlməkdədir. Kim böyük alimlərin, yol göstəriciləri və hidayət rəhbərlərinin yanındadırsa, o doğru yoldadır. Kim onların yolundan bir qarış da olsa belə, azmışsa artıq azmışdır. Ona görə İslam və sünnət neyməti əzəmətli neymətdir. İnsan İslam neymətini qorumalıdır ki, ateist, deist, ilhad, mulhidlərin, Allah'a inkar edənlərin şübhəsinə düşməsin. Və insan sünnətin qorumalıdır, getdiyi yolu qorumalıdır, hər cür fikir sahiblərinin dalda çıxmasın. Və həqiqətən də bu iki neymət əzəmətlidir. Ona görə də İmam Əhməd rahimahullahın əshabı, dostları deyirlər ki, biz İmam Əhmədlə gəmidə səfərlərdə olandıq. Və imam çox danışmazdı. Hərdən bizə baxıb deyərdi ki, Allahümmə thəbbitnə aləl-İslami və sünnə. Allahım bizi İslam və sünnədə sabit saxla. Və bir həftə bilməzdi. Bir həftə sakit durardı. Ancaq sünnədə və İslamda sabitçiliyi istəyirdi. Həqiqətən də imamların istədiyi şeyin fərqinə varanda insan başa düşür ki, onların istədiklərinin insanda olmaması cənnətlə od məsələsidir. İslam yoxdursa, cənnət yoxdur. İslam yoxdursa, rəhmət yoxdur. İslam yoxdursa, məğfirət yoxdur. İslam yoxdursa, əzab var. İslam yoxdursa, od var. İslam yoxdursa, Allahın razılığından başqa nə istəyirsən var. Sünnə yoxdursa, cənnətə ola bilər insan müsəlmandır, lakin sünnət üzərində deyil. Sünnə yoxdursa, insanın cənnətə birinci girişi təhlükə altındadır. Yəni birinci içdən girmək, heç bir əzaba düşər olmadan, heç bir əzaba düşmədən. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki,
Kullu ümmeti yedhulunel cennete illa men əbə. Ümmetimin hamısı cənnətə girəcək, əbədən başqa. Qeylə mən əbə ya Rasulallah. Dedilər, əbə kimdir ey Allah Rasulü? Qalə, mən ata'ani dəxaləl cənnət. Kim mənə tabi olsa cənnətdədir. Və mən asani fəqad əbə. Kim mənə asi olsa, əbə odur. Əbə yəni qəbul etməyən, istəməyən sünnəni. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sətəftəriqu ümməti alə 73 firqa. Ümmətim 73 yerə bölünəcək. Kulluhə finnar. Hamısı odda deyirlər vahidə. Birindən başqa. Qeylə mənhum ya Rasulallah. Dedilər, onlar kimdir ya Allah Rasulü? Qalə mə ənə aleyhil yol və əshabi. Mən və sahabilərimin yolu üzərində olmaq. Yəni, İslam və sünnə insanın cənnətə ilk girişi üçün əzəmətli səbəbdir. İslamın olmamağı insanın cənnətə girməməyi deməkdir. Amma sünnənin olmamağı insanda İslamı var, lakin sünnə üzərində deyil. Onun cənnətə ilk mərhələdə girməyə təhlükələdir. Ona görə ehtiyatda ol. Ehtiyatda ol, bu iki neymət üçün vuruş, çalış və bil ki, sənin mübarizə apardığın şeytan, sənin düşmanın olan şeytan səninlə müəyyən vaxt çərçivəsində saat, dəqiqə, gün, ay, il səninlə mübarizə deyil. Şeytan insanla ölənə qədər mübarizədədir. Və o bizim açıq-aşkar düşmanımızdır. Elə düşmanlar var ki, açıq-aşkar deyil. Amma elə düşman var ki, açıq-aşkardır. Və Allah Azze və Cəllə buyurur ki, o sizin açıq-aşkar düşmanınızdır. Onu özünüzdə düşman götürün. Və biz onunla döyüşdəyik. Hətta Allah bizim ruhumuzu qabd eləyənə qədər, hətta Allah bizim ruhumuzu alana qədər. Alandan sonra elhamdülillah, əgər xeyir əhlisənsə xeyir. Şər əhlisənsə özündən başqa heç kimi qılama. Ona görə alimlər gətirir ki, insan həmişə düşmanını daha çox tanımağa həris olur. Çünki ondan həmlələr, hücumlar gözləyir. Ona görə İslam dinini möhkəm saxla. Və İbnül Qeym Rahiməllahın gözəl bir misalı var. İbnül Qeym Rahimallah buyurur ki, şeytan insana hücum çəkir. Və insan o hücumları imanı ilə və qəlbində olan güclə dəf edir. Necə bədəndə olan immunitet insanın bədənində olan bəzi xəstəliklərə qarşı mübarizə aparır. İnsanın bədənində olan immuniteti güclü olduqca bədəndə olan xəstəliklər baş qaldıra bilmir. İnsanın qəlbində və imanında olan güc də bunun misalındadır. Və sonra İbnül Qayyim Rahimallah buyurur ki, o insan ki imanını və İslamını qorumur, təmizləmir, baxmır, toz basın oraları. Oralar ki çirklənib, zibillənib, oraları təmizləmir, onun misalı əlində qılınc olub, qılıncını istifadə etməyib, qılıncı qınında qalıb, paslanan və döyüşdə düşmanı ilə üzbəüz duranın misalındadır ki, qılıncı çıxartmaq istədiyi zaman qılıncı pasdan çıxmayacaq. Və o düşmanına qarşı mübarizə apara bilməyəcək. Və insan imanı zəif olarsa, imanında xələlər olarsa, o zaman ki düşman, yəni şeytan ona müəyyən yollarla, müəyyən tələlərlə hücum edəndə dəf edə bilməyəcək. Yəni imanın və qəlbin gücü onu dəf eləməyə çatmayacaq. Ona görə insan həris olmalıdır İslam və sünnə neymətini qorumaq. Allah və Rasulunun yolu sallallahu aleyhi ve sellem. Ona görə uca Allahdan gözəl adları ilə, uca sifətləri ilə dua edib istəyirəm ki, Allah subhanahu bizi İslam və sünnə üzərində sabit eləsin. Amin. Həmçinin uca Allahdan istəyirəm ki, Allah subhanahu Ramazan ayını bizə mübarək eləsin. Bizi Qədir gecəsinə çatdırsın. Orada ibadətlə qullan eləsin. Həmçinin uca Allahdan istəyirəm ki, Allah subhanahu iftar verən müsəlmanların mallarını qat-qat artırsın. Onların ruzilərini yetirsin. Allah Azze və Cəllə onlara Firdevs cənnətin nəsib eləsin. Və sallallahu aleyhi və Muhammedin və alə alihi və sahbihi.